Türkiye Prezidenti Recep Tayyip Erdoğan Türk soylu əcnəbilərin Türkiyədə peşə və sənətlərini sərbəst şəkildə icra edə bilmələri, dövlət və ya özəl müəssisələrdə çalışdırılmaları haqqında qanun tətbiqi ilə bağlı əsasnaməyə dəyişiklik edilməsi barədə qərar imzalayıb. Bölgə TV xəbər verir ki, bu barədə qərar rəsmi qəzetdə dərc edilib. Yeni qərarın tətbiqi ilə türk soylu icmalarda olan şəxslər Türkiyədə daha geniş hüquqlara malik olacaq. Qərara əsasən türk soyluğu müəyyənləşdirilməsi, hər hansı bir şəxsin və ya icmanın türk soylu hesab olunması bundan sonra birbaşa prezident qərarı ilə müəyyən ediləcək. Həmin əsasnamənin 3-cü maddəsinə əsasən, türk əsilli əcnəbilərin Türkiyədə peşə və sənətlərini sərbəst şəkildə icra edə bilməsi üçün aşağıdakı şərtlərin hamısı təmin edilməlidir. Daxili İşlər Nazirliyi tərəfindən yaşayış icazəsi verilməlidir. Müəyyən peşə və sənət üçün qanunların tələb etdiyi xüsusiyyətlərə malik olduqlarını, Türkiyə aidiyyatı orqanlarına alınan sənədlərlə sübut etməlidirlər. Təhsil səviyyəsini göstərən xarici ölkədəki məktəblərdən verilmiş diplomların müvafiq qurumlar tərəfindən təsdiq edilmiş ekvivalentə malik olmalıdırlar. Həmin peşə ilə məşğul olmaqda heç bir təhlükəsizlik problemi olmamalıdır. Əcnəbilər üçün açılacaq xüsusi registrlərdə əhalinin çoxunun aparıldığını sənədləşdirmək, xarici ölkədən alınmış peşə üzrə mütəxəssis sertifikatlarına malik olmaları müvafiq qurumlar tərəfindən təsdiq olunmalıdır. Prezidentin fərmanı ilə müəyyən edilən türk soylu icmadan olmalıdır. Vətəndaşı olduğu ölkədən asılı olmayan səbəblərdən peşə, sənət və ya işini icra edə bilmədiyinə görə Türkiyədə yaşamağa məcbur qalmalıdır. Vətəndaşı olduğu ölkənin əhalisinin böyük əksəriyyətindən fərqli etnik və mədəni kimliyə malik olmaq, həmin əsasnamənin 20-ci maddəsinin 1-ci abzasındakı Nazirlər Şurası tərəfindən ifadəsi prezident tərəfindən sözü ilə əvəz edilib. Bu qərar dərc edildiyi gündən qüvvəyə minir. Qeyd edək ki, bu dəyişikliklərdən sonra Azərbaycan, Qazaxıstan, Qırğızistan, Türkmənistan, Özbəkistan, Şərqi Türkistan, Qaqauz, Krım kimi türk soylu icmalardan olan şəxslər Türkiyədə əcnəbi kimi deyil, öz vətənlərindəki kimi yaşamaq və işləmək imkanına sahib olacaqlar. Dilbər Vüqar qızı, Bölgə TV.